Övladlarınızın inkişafının sağlam irəliləməsini təmin etmək üçün doktor, necə bir plan tutmalıyıq valideyn olaraq? Burada həm fiziki inkişafın sağlam irəliləməsi lazımdır, həm də sosial inkişafın. İndi deyək ki, bizim 2 metrə boyunda 90 kilo, 100 kilo bir dənə övladımız var, oğlumuz var, amma sosial tərəfi yetərsizdir. Olurmu? Olmaz. Olmaz. Yəni, həm fiziki inkişafın, həm sosial inkişafın düzgün təşkil olunması lazımdır. Fiziki inkişaf dediyimiz şey, yəni uşağın yeməsidir, yuxu rejimidir. Bunlar həm də sosial inkişafa da təsir. Yəni, bir-birlərini tamamlayırlar. Periodik müayinələrin olunmasıdır, vaksinasiyanın aparılmasıdır. Bunlar hamısı uşaq dönəmindən D vitamini profilaktikanın verilməsidir, periodik müayinələrin olunmasıdır. Onun xaricində artıq uşaq 1 yaşına gəldiyində buna sosial, daha doğrusu heç bəzən 1 yaşına gəlmədən də uşaqlar özünü göstərə bilər. Sosial sferada bir gerilik varmı, yoxmu? Psixiatrik check-upların vaxtında aparılması və ən əsası həkimlər hər zaman bir yerə qədərdir. Bir saatdan sonra yəni hər şey ailədə bitir. Ata ilə anan arasında olan münasibətlərin düzgün olması, problemlərin uşaqlara çox yansıdılması, əks olunmaması daha doğrusu, gəlin qaynana söhbətlərin uşaqların çox hiss eləməməsi, bunlar hamısı uşaqların sosial inkişafına neqativ təsir edir.